Bizim birinci arabamızda əl tutan yeri belə tuturdun, onu əgər ora bərkitməmisənsə, qayıdıb tık düşürdü yerə, sonra gərək yerdən bir də qaldırasan. İkinci arabamızda amma o həll olunmuş versiyaydı. Orada tuturdun, içində yay var idi, o onu qaytarırdı rahat. Amma ikinci arabadakı bir balaca ola biləcək problem nədir? Onun dəmirləri əslində nazikdir, amma bu təkərlərindəki dəmirlər nazikdir. Amma biz onun içinə belə polnüveşlər yığıb gəzdiririk. Orada bir dənə məsələ təkərlərin o qədər də yaxşı belə fırlanmamağıdır. Təkərlər yəni dönmək istəyirsinizsə, bunlarda ancaq qabaq təkərlər dönür. Bunda da əvvəlkində də. Təkərlər o qədər də yaxşı yerində fırlanmır. Yəni pavorotları yaxşı ala bilmirsiniz. Elə bil ki, böyük maşın pavorot elətdirəcəksiniz, ona görə gərək biraz geniş götürəsiniz pavorotu. Bunda amma həmin o pavorot məsələsi də çox yaxşı işləyir. Qabağında əl tutan yeri də yerə dəymir və əl tutan yeri bu səfər 2 dənə təkərə də birləşikdir və 3 bucaq kimi gəlir və ortada bir dənəsi onu saxlayır. Ona görə də siz onu o tərəfə bu tərəfə tərpədəndə təkərlər də ondan o tərəfə bu tərəfə tərpənmək istəyəcək.